Hər kəsə salam. Deməli, bir neçə gün öncə bərk xəstələnmişəm və həqiqətən yerimdən qalxa bilməyəcək qədər xəstəyəm. Və bu müddətdə düşünmə şansım oldu. Evdə düşündüm ki, mən nə edirəm? Xəstəliyim keçəndən sonra necə bir yol izləməliyəm? Çox qəribə bir şeydir. Qərar verdim və işdən ayrıldım. Ümumiyyətlə, normalda işdən ayrılıq prosesləri həmişə can sıxıcı, biraz da qəribə olur. Amma bu dəfə elə deyildi, çünki düşünülmüş bir addım idi. Peşman deyiləm. Həmişə işdən ayrılma necə olur? İşdən çıxırsan, bir müddətdən sonra deyək də, qısa bir müddətdən sonra çalışırsan ki, yeni iş axtarasan, yeni işdə işləmək üçün. Çünki qazanc lazımdır, pul lazımdır, həyatı təmin etmək lazımdır. Amma məndə belə olmadı. İşdən ayrıldım, artıq yeni bir iş axtarmıram. Çünki niyə? Bu formada yaşaya bilməyəcəyimi, bu formada gələcəyimi təmin edə bilməyəcəyimi anladım. İndi isə işsiz formada, təbii ki, planlarım var. İşsiz formada gəzirəm. Bir də ki, ağlımda bir planım var ki, sosial media ilə bağlı. Pul qazanmaq üçün, ümumiyyətlə həyatımı təmin etmək üçün atacağım addımları sırf məni izləyənlərə pulsuz formada, yəni heç bir abunəlik falan, heç bir şey olmadan ya da yəni qazancından kimisə kəsib mənə ödəmək məcburiyyətinə qalmadan hər şeyi izah edəcəm. Burada ticarət olsun, sosial media marketinqi olsun, YouTube olsun və s. Bunlar haqqda yəni məlumatım var, işləmişəm bunlardan, paralel olaraq pul qazanmışam, yəni işlədiyim müddət ərzində, maaşlı işlədiyim müddət ərzində pul qazanmışam. Ona görə artıq bir şeylər dəyişmək üçün bu radikal qərarı verib işdən ayrıldım. Məni izləmədə qalsaz, siz də bu prosesi mənlə birlikdə özünüzdə inkişaf elətdirə bilərsiniz. Əgər siz də mənim kimi işinizi sevmirsinizsə və yaxud da ki, ümumiyyətlə maaşlı işdən çıxıb öz işinizi qurmaq istəyirsinizsə, öz qazancınızın, öz təminatçısınız, özünüz olmaq istəyirsinizsə, məni izləmədə qalın. Bir də ki, YouTube kanalım var. Onun da linkini paylaşacağam. Orada işdən çıxma səbəbim, bura qədərki proseslər və artıq nə edəcəm, hansı yol izləyəcəm, o barədə geniş məlumat verəcəm. Görüşərik.